içindən istedi. Ağarəhim müəllimin əsərlərində bir etnik yaddaş misalı vardır. Etnik yaddaş nədir? Yəni o ümumən götürəndə ən çox təsvir etdiyi məkanı, coğrafi adları, yeri, yurdu ifadə etməkdən başqa, həm də onun şuur məkanını ifadə etməyə səy göstərir. Yəni ən çox psixologizmə varan, milli ruhumuzu, milli qürurumuzu, milli gələnəklərimizi daha çox ifadə etmək cəhdində olan yazıcıdır. Ona görə də onun milli, etnik yaddaşı onun yaradıcılığına daha çox təzahür edir. Ağarəhim müəllim vətəndaş yazıcıdır. Vətəndaş yazıcıdır bu mənada ki, o tələbdil cəmiyyət adamıdır. Cəmiyyətin bütün sahələrində mövcud olan hadisələri o qələmə alır, onun müasir yozumunu, müasir dərkini ifadə etməyə çalışır və çalışır ki, onları bütün o hadisələrin təhkiyəsini özünün ciddi daxili məzmun keyfiyyətindən, yəni qəlb və şuur qatlarından ötürüb təqdim etsin. Nə üçün belədir? Ona görə belədir ki, Ağarəhim müəllim pedaqoqdur, müəllimdir, tərbiyəçidir. Ona görə də onun qəlbində bir işıq uyur həmişə. Çalışır ki, bütün əsərlərin mahiyyətini, məğzini, ideya istiqamətini o işıqla qovuşdursun. Ağarəhim müəllimin üslubunu formalaşdıran, onu deyək ki, 90-cı illərin, bu 2000-ci illərin ədəbiyyatında xüsusi bir mövqe qazandıran məhz həyat hadisələrinə ciddi və analitik, dərin nüfuzudur. Ağarəhim müəllimdə elə bir istedad var ki, o əsərdən əsərə zaman keçdikcə, yəni müəyyən bir zaman məsafəsi keçdikcə, hər 5 ildən, 3 ildən bir həyatımızda yaranan o mənəvi, əxlaqi problemləri, o mənəvi eroziyaya doğru gedən yolu öz əsərlərində riyazi dəqiqliklə əks etdirir. İnsan özündə məsuliyyət hiss edəndə ətrafdakılardan yaşada bilir. Məsuliyyətsiz insan şərəfi də gedər, abrı da gedər, həyası da gedər, özünə də xəyanət eləmiş olar, bütün ətrafına da. Bax, belələrindən qorxuram. Ona görə də mən ancaq insanlıq arzulayıram. İnsanlıq, insanlıq, insanlıq. Mən ürəyimdən gələn təbii istək odur ki, biz Ağarəhim müəllimi elə Bakı Qızlar Universitetinin rektoru kimi onun 80 yaşı qeyd olunsun. Bakı Qızlar Universiteti onun ən mükəmməl əsəridir. Tarixdə qalan elə bir əsəridir ki, təhsildə 20 il bir universiteti qoruyub saxlamaq və şərəflə qoruyub saxlamaq asan bir məsələ deyil. Mən ürəkdən arzulayardım ki, Bakı Qızlar Universiteti, yəni onun şah əsərinin 30 illiyini, 40 illiyini onun özünün iştirakı ilə qeyd edək. Həyatımdan razıyam. Ona görə ki, Allahımdan razıyam. Mənə Allah çox şey verir. Çox şey. Sağlam. Bütün əzəllər yerindədir. Azdan çoxdan ağlım özümü idarə eləyir. Cəmiyyətdə müəyyən mövqeyim var. Övladlarımı yaşada bilirəm. Bundan artıq nə istəyə bilərəm? Allah kim ürəyində nə istəyirsə, onu da qismət eləsin. Mən ancaq Allahdan ləyaqətimi, şərəfimi qorumaq üçün imkan arzulayıram. Özümdə olsun. Öləndə də məsuliyyətlə ölüm.